İmişlidə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,2, dərinliyi isə 26 kilometr olub. Zəlzələ hiss edilməyib. Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetmə həmyaşıd tərəfindən kəsici deşici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli məlumat əsasında ərazi polis orqanında araşdırma aparıldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin bütün halları və baş vermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.